Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Şənbə söhbətlərini dinləyirsiniz. Hər zaman olduğu kimi bugün də sizi ədəbiyyatın sehirli dünyasına səyahətə aparacağıq. Bu buraxılışımızda qəlbi qəzəllə döynən, klassik poeziyamızın incəliklərini müasir duyğularla birləşdirən bir qonağımız var. O sözün və səssizliyin dilini gözəl bilir. Qonağımız qəzəlxan şair Mahcamal Kərim qızıdır. Onunla söhbət qəzəl sənətinin sirləri, duyğuların bədii dərinliyi və klassik poeziyanın bu günümüzdə necə danışdığı üzərində qurulub. Beləliklə söhbətimizə başlayaq. Yazı masası. Yazı masası rubrikasının bu dəfəki qonağı Mahcamal Kərim qızıdır. Mahcamal xanım, xoş gəlmisiniz. Çox sağ olun Aysel xanım. Mən çox şadam ki, bir gün sizin verilişinizdə qonağam. Belə bir gözəl bir verilişdə. Mahcamal xanım, bizim ənənəvi yazı masası rubrikamızın bir sualı var. Hal-hazırda sizin yazı masanızda nə var? Nə üzərində işləyirsiniz? Nələr yazırsınız? Siz mənə təqdim elədiniz qəzəlxan şair kimi, amma ki, mən sizi təəccübləndirməli olacağam. Çünki mənim hal-hazırda yazı masamda bir roman üzərində işləyirəm. Nə gözəl. Hələ davam eləyir bu iş. Çünki bu neçə ildə işləyirəm bu roman üzərində. Bu yaxınlarda bizim Qobustan jurnalında mənim bir məqaləm çıxıb, hamımızın sevdiyi dahi rəssam Səttar Bəhlulzadə haqqında, Səttar Bəhlulzadənin Ruhu önündə adlı bir məqaləmlə çıxış eləmişəm. Bu sonuncu nömrədə çıxıb. Bacım Bəsti Şərif mənli Rəssamlar İttifaqının üzvü olub, Komsomolun dövlət mükafatı laureatı olub, rəhmətlik. Onun haqqında yazım var yazı masamda. Bir də ki, bizim gözəl şairimiz, dramaturq, senarist İlqar Fəhmi haqqında yazım var masamda və onları bitirməliyəm. Mən sizdə bir qəzəlxan kimi, bir qəzəl ustası kimi həmişə ona valeh olmuşam. Siz səmimi insanla söhbət edirsiniz. Bu dövrün insanı ilə söhbət edirsiniz. İstərdim bu barədə biraz danışaq. Bilirsiniz, desəm inanmazsınız ki, mənim qəzələ marağım özümdən asılı olmayaraq lap uşaqlıq illərindən olub. Yəni, mənim ilk oxuduğum mahnının sözləri də demə qəzəl imiş. Mən uşaq ikən bunu bilməmişəm. Yadıma gəlir ki, Kor Ərəbin mahnısı var. Hüseyn Cavidin Şeyx Sənan əsərində Kor Ərəbin mahnısı. O, belə möhtəşəm bir qəzəl idi. Nə eşq olaydı, nə aşiq. Yadınıza gəlir də. Onu gözəl bir aktyorumuz vardı. Qəşəng də səsi var idi, Məmməd Əli. O oxuyurdu o vaxtlar.
Bax mən uşaq ikən o mahnını, böyük mahnısını oxuyurdum da, yəni qəzəl. Sonra da məktəb illərində qəzəliyyata mənim marağım böyük idi. Əruz vəznini bilməsəm də qəzəlləri mən lazımı tərzdə oxumağı bacarırdım. Gözəl. Bu deməli insanın cövhərində olmalıdır da. Bu sizdə fitri istedad olur. Bəli, bu çünki Füzulinin möhtəşəm qitəsi vardı ədəbiyyat dərsliyində. Padişahı mülk dinaru deyirəm rüşvət verib, fəthi kişvər qılmağa eylər mühəyya ləşkəri, yüz fəsadı fitnə təhriki ilə bir kişvər alır, ol daxi asar əmn istiqamətdən bəri göstərən saatdə dövran-ı fələk bir inqilab həm özü fani olur, həm ləşkəri, həm kişvəri. Mən bu şeiri əruz vəzni bilmədən qanun qaydası ilə deyirdim. Ədəbiyyat müəllimləri o vaxtda bizə əruz vəznini başa salmırdılar. Demirdilər ki, bu rəməl bəhridir, bu həzəc bəhridir, bu həzəc bəhrinin birinci növüdür, məfailündür, bunun təfiləsi, rəməlin təfiləsi failatundur. Belə şeyləri başa salmırdılar. Yəni fitrətən, adamın canından gəlirmiş də, yəni mən. Bax, belə Füzuliyə olan məhəbbətim mənim ömrüm boyu məni izləyib. Ümumiyyətlə qəzəl, musiqidə muğam nədirsə, ədəbiyyatda qəzəl də o cür bir sərvətdir. O əlçatmazdır. Bəzi şairlər var ki, o onlar üçün əlçatmaz ulduzlar qədər uzaqdır. Onlar heç vaxt qəzəl yaza bilmirlər. Amma həmişə istəyirlər ki, fikirlərini qəzəllə çatdırsınlar. Yalnız mənə elə gəlir ki, yüksək təfəkkürə malik olan müdrik insanlar, bu sadəcə olaraq mənim belə öz düşüncəmdir, qəzəl yaza bilər. Ümumiyyətlə bütün bəhirlərdə yaza bilərlər. Əgər şairlik istedadı varsa, onun üstəgəl müdriklüyü, onun üstəgəl çoxlu mütaliəsi, çoxlu eşqi varsa bu, sevgisi varsa bu poeziyaya, o bütün bəhirlərdə yazacaq. Eləcə də sizin yaradıcılığınızda, indi o çerk esse mənə doğrudan da məni təəccübləndirdi. İlk dəfə olaraq mən o yazıları oxuyacağam, çox maraqla gözləyirəm o yazıları, amma bilirəm ki, heca ilə başlamısınız. Bəli, heca ilə başlamışam. Mənim ilk heca şeirimdə Səttər Bəhluzadəyə həsr olunub. Neft Akademiyasında təhsil alanda təəccüblü burasıdır ki, mən tamamilə başqa sahə üzrə mütəxəssisəm. Ora bir cürət eləyib əruz vəznində yerləşdirməyi bacarmışam. Müxtəlif bəhirlərdən danışdıq. Bir heca vəznində şeirinizi dinləyək. Bilirsiniz, biz Xəzər övladlarıyıq. Bir var ki, dağları sevib, dağlardan şeiriyyətlə dolu bir şeirlər yazsınlar. Bir var ki, dənizə məhəbbətin olsun, dənizdən vəcdə gələsən. Mən o dənizdən vəcdə gəlib yazan şairlərdənəm. Siz Xəzərin sahilində böyümüsünüz. Bəli, Xəzər övladıyam. Yəni, ona görə də mən çox istərdim ki, elə Xəzərə həsr elədiyim bir şeirim var. Onu dinləyicilərimizə çatdırım. Nə göl olub şirinliklə ürəklərə yovuşmusan, nə dəniz tək ümmanlara can atmısan, qovuşmusan. Təbiətin belə qanun qaydasından sovuşmusan. Xəzər, sən tək, mən də təkəm, gəl danışaq baxışlarla, qoy günəş də nəzər salsın, o danışsın naxışlarla. Nə küləklər usanmayıb dalğalara haydi deyib, nə insanlar utanmayıb sərvətinə paydı deyib, təbiətsə sənin üçün fələk belə saydı deyib. Xəzər, sən say, mən də sayım bu insafsız küləkləri, sərvət üçün dörd bir yandan, hey açılan ətəkləri. Sənə tərəf axan çayı mərdumazar bulandırıb, bəziləri göz görəsi qazıb məzar bulandırıb, təbiətsə hikkələnib, bir ixtiyar bulandırıb. Xəzər elə, mən də belə, bulanmaqla dolanırıq, sənin sinən, mənim gözüm sulanmaqla dolanırıq. Sənə zalım vurub yara, para-para olmağım var, maviləşib, yaşıllaşıb, bozarmağın, solmağın var.
Təbiət döz deyir sənə, boşalmağın, dolmağın var. Xəzər, yaman oxşarıq biz, tez boşalıb dolmaq ilə. Ana bala doğmayıq biz, tez-tez fikrə dalmaq ilə. Xəzərim gilavarlarına səndə, üzü yumşaqlığı səndən öyrəndim. Xəzərim gilavarlarına səndə, üzü yumşaqlığı səndən öyrəndim. Sinəmdə oynarkən ağla fənərim, axı bu uşaqlığı səndən öyrəndim. Sinəmdə oynarkən ağla fənərim, axı bu uşaqlığı səndən öyrəndim. Bəzən köpürürsən, bəzən daşırsan, bəzən köpürürsən, bəzən daşırsan, sahilin başına boyun açırsan, öpüb ayağımı sonra qaçırsan. Xəzərim belə şıltaqlığı səndən öyrəndim. Olanda Xəzr ilə sən əlbəyaxa, hər dalğan çevrilir uca bir dağa. Olanda Xəzr ilə sən əlbəyaxa, hər dalğan çevrilir uca bir dağa. Nəhayət Xəzrini çıxarır yoxa, elə qoçaqlığı səndən öyrəndim. Nəhayət Xəzrini çıxarır yoxa, elə qoçaqlığı səndən öyrəndim. Bəzən köpürürsən, bəzən daşırsan, bəzən köpürürsən, bəzən daşırsan, sahilin başına boyun açırsan, öpüb ayağımı sonra qaçırsan. Xəzərim belə şıltaqlığı səndən öyrəndim. Yazı masası. Bir çox şairlər heca vəznində uzun müddət yazdıqdan sonra istəyir ki, onun şeirləri içində mütləq qəzəl olsun. Siz necə düşünürsüz? Bax, həmin o gənclərə nə tövsiyə edirsiniz? Bilirsiniz, lazımdır müasir dövr üçün müasir tərzdə yazmaq, müasir dövrün dili ilə yazmaq ki, müasir oxucular onu başa düşsünlər. Bəli. Mən müasir yazarlar arasında bəli rastıma gəlir, görürəm. Olduqca qəliz sözlər işlədirlər, arxaik sözlər işlədirlər. Dilimizdə pasport almayan ərəb fars sözləri işlədirlər. Mən əlbəttə bunların əleyhinəyəm. Amma ki, belə götürəndə bizim dilimizdə ərəb fars sözləri var. Bəli. Onlardan istifadə eləmək olar, çünki bunlar artıq uzun illərdir işlədilir. Amma ki, keçən əsrlərdə istifadə olmuş Seyid Əzimin yazdığı qəzəllərdəki sözlərdən istifadə eləmək Sadəcə əlbəttə ki, mən əzabla da elə onun bir yazırlar. əleyhinəyəm. Bilirsiniz, indiki müasir oxucu onu başa düşmür. Bəli. Müasir oxucu hardan bilsin amadə nədir? Bəli, bəli. Müasir oxucu hardan bilsin arşivdə nədir? Ona görə də lazımdır belə sözlərdən bir balaca uzaqlaşmaq. Həm də çox əziyyət çəkirlər, Mahkəmə xanım. Axı insan yazanda əziyyət çəkməli deyil. Bir də mən onu başa düşmürəm, deyirlər bəziləri ki, bu şeir üzərində bir aydır işləyirəm. Bilirsiniz, təzə yazanlar elə olurlar. Bəli. Amma nə vacibdir Mahkəmə xanım? O axı böyük bir yüksək istedad tələb eləyir də qəzəl yazmaq. Həm də o fitrətən, siz dediniz axı o daxildən gəlməlidir. Bəli, bəli. Onu biz əgər bir Görə əriz zövfəri olsun ki, bəli, əgər yoxdursa, yəni o fikri başqa bir hekayə ilə, esse ilə sən onu çatdıra bilərsən. Amma mən yenə də bədgüman olmuram. Azərbaycan ədəbiyyatında indiki dövrümüzdə, çağdaş ədəbiyyatımızda çox gözəl sevilərək oxunan qəzəllər var. Bəli, bəli. Mən məsələn bir çoxlarını oxuyuram. Sizi də oxuyuram və mən istərdim ki, bu gün sizin dilinizdən verilişimizin sonunda gözəl qəzəllər də dinləyək. Məmnuniyyətlə Aysel xanım. Dedim ey can, mən eşq əhli hesab etmək olar.
Dedi, əlbəttə bu halətlə səvab etmək olar. Dedi, mərdərdi bəla, eşqə əlamətdir məgər. Dedi, bir dərdi cünun dərdi kitab etmək olar. Dedim, hər gah yetə bilmirsə visal, onda necə? Dedi, vəsli ilə əsl eşqi sərab etmək olar. Dedim, hicran axı çox mülkü könül viran edir. Dedi, yox zərrəcə qorxu, hələ tab etmək olar. Dedim, eşqin mərəzin, aşiqə Rəbbimdir verən. Dedi, bax, çarə üçün Rəbbə xitab etmək olar. Dedim, ah meydanımın səyyahı ah dağı görüb. Dedi, ah var, buludun xeyli niqab etmək olar. Dedim, ah Mahcamalın qəddini əymir, şax edir. Dedi, əhsən, bu ahı şax da hesab etmək olar. Mahçama xanım, yəqin ki, indi siz oxuduqca xanəndələr müraciət edirlər sizin qəzəllərə. Bəli, mənim birinci dəfə qəzəlimi balaca bir ifaçı ifa eləyib, Elnur adında bir xanəndə uşaq vaxtından mənim qəzəlimi oxuyub, bu özdə böyük konsert salonlarında o vaxtı ulu öndərimiz Heydər Əliyev təzə gəlmişdi, sülh şəraiti yaratdı o gələndən sonra. Elə bir qəzəl yazmışdım ki, sülh məramı məlum olub cümlə cahan alqış deyir, çün babamız hər belə bir siyasətlə danış deyir. Belə bir mətləli qəzəlmi həmin o uşaq oxumuşdu Heydər Əliyev salonunda, yəni ki, çox konsertlərdə onu ifa eləyirdi. Sonra elə oldu ki, bizim hörmətli xalq artistimiz Teyyub Aslan İsrail səfərində həmin qəzəli Tel-Əvivdə Heydər Əliyev Parkının açılışında oxudu. Sonra bizim hörmətli xalq artistimiz Səkinə İsmailova mənim bir qəzəlimi Şəmi tək mən yanıram hicr oduna var oluram. Belə var olmaq üçün kim dedi zinhar oluram. Belə bir mətləli qəzəlimi ifa elədi. Sonra Bəsti Sevdiyeva bir qəzəlimi qəmi tərk eyləyirəm, qəm məni tərk eyləməyir. Fürsətdən istifadə edib verilişimiz adına sizi 75 illik yubileyi münasibəti ilə təbrik eləyirəm, sizə yaradıcılıq uğurları arzulayıram. Bildirmək istəyirəm ki, Yazı Masası rubrikasının bu dəfəki qonağı Mahcamal Kərim qızı idi. O bizim gözəl qəzəl ustamız və qadın qəzəl xanımızdır. Təşəkkür edirik sizə. Sağ olun, çox sağ olun. Mahcamal Kərim qızı qəzəl janrında yazan və bu sahədə özünə məxsus imza qoymuş şairlərimizdən biridir. Onun poeziyasında həssaslıq, dərin emosiyalar və xüsusi bir ritm hiss olunur. Şairənin əsərlərində sevgi, həyatın fani olduğu və insanın daxili aləmi kimi mövzular geniş yer tutur. Bu şeirlər oxucuya həm dərdini, həm də sevincini izah edərək ona səmimi bir dost kimi yanaşır. Klassik qəzəl formalarından istifadə edərək əski poeziyanın zərif və məzmunlu ənənələrini yaşatmağa davam edir. Lakin o şeirlərində özünə məxsus bir müasirlik də yaradır. Şairə qəzəllərində ilahi eşq, insanın ruh dünyası və təbii gözəllik kimi mövzuları harmoniya içində təqdim edir. Mahcamal Kərim qızı həm də öz əsərlərində həyatın müsbət tərəflərini görməyə çalışır və oxucusuna hər zaman məhşər kimi yol göstərir. Onun qəzəllərindəki sadəlik eyni zamanda dərin məna insanı düşündürür. Beləliklə, bugünkü şənbə söhbətlərində klassik poeziyanın ölməz forması olan qəzəlin ritmində yol getdik. Qonağımız Mahcamal Kərim qızı qəzəlin yalnız bir janr deyil, bir yaşam tərzi olduğunu sözün hər mənasında bizə hiss etdirdi. Sizin üçün verilişi hazırladılar. Mən Aysel Fikrət, rejissor Anar Məmmədov.